وذكر فإن الذكرى تنفع المؤمنين. Və bir nəfər ki, sələfin mənhəcində, sələfin etiqadında olduğunu bildirirsə və üstəlik dəvətçi olduğunu iddia edərək dəvət edirsə, mütləq bidət əhlindən çəkindirməlidir, mütləq. Bunu bütün əhl-i sünnə sələf alimləri icma ilə və ittifaqla deyir. Bütün alləmələr, şeyxlər və alimlər, hamısı 90% daha doğrusu desək. Yəni, bidət əhlindən çəkindirməsən, kimlə istəyirsən debat et, kimlə istəyirsən, boş şeydir. Kiminsə əhsənini qazanacaqsan, əhsən. Allahın əhsəni var, Allahın razılığı var. Sələfin sifətlərindən, tariflərindən, metodlarından biri də nədir? Bidət əhlindən çəkindirmək. Bir nəfər çıxıb, belə debat edir, əcayib şəkildə. Yaxşı, debat et. Buna biz problem demirik, əlhamdülillah. Əla, amma bidət əhlindən də çəkindir. Bidət əhli ilə də o cür davran. İndi bizim burada kiminsə adını çəkməyə ehtiyacımız yoxdur da. Filan kəs, peşman kəs. Yəni, bidət əhli dedikdə o da başa düşür kimi deyirik, biz də başa düşür kimi deyirik. Bu səs ünvanlanan da başa düşür kimi deyirik. Bu ümuməndir bu səs. Burada bir şəxsə var, amma ümuməndir. Kim bu cürdürsə hamısına aiddir. Olmaz. Debatla iş bitmir. Dəvətdir. Dəvət və cərh. Dəvət və cərh. Şeyx Rabi ibn Hədi Əl-Mədxəli, böyük alim, alləmə, cərh alimidir üstəlik. Cərh alimi. Saudiyyədə olan bidət əhlindən açıq aydın çəkindirir. Adam qorxmamalıdır bu yolda. Niyə qorxursan? Çəkindir açıq aydın. Qorxma. Allah'tan kork. Ya eyyuhannâs, ittaqullâhe haqqə tuqâti. Ey insanlar, Allah'tan layiqincə qorxun. Vəssalam, bu kifayət edir. Yəni, sələfin adı altında olan bir dəvətçini mütləq şəkildə bidətçidən çəkindirməsi lazımdır. Biz bunu demişik və hər daim deyəcəyik. Və bu cür etməyənlərdən özünə sələfi desə də biz onun sələfi olduğunu qəbul etmirik və o adamın özündən də çəkindirəcəyik. Elhamdülillahi Rabbil alemin.